Salamlar dostlar. Dostlar bugün sizlerle Minecraft'ta size bir mod tanıdacağım. Gördüğünüz kimi bu Borolo şəhərdir. Yəni Borolon köhnə şəhərdir. Yəni Borolon şəhərini dəyişib burada bir-iki şey var. Yəni təzə şəhərini də göstərərəm sizə. 50 abunədə bütün modları göstərəcəm. Baxın məsələn belə modumuzda belə bir konsey muhafızı var. Zombi kimi, nəməldə mızraqla falan da ola bilər. Mesela Spawn Dave'in şeyi var. Heykeli. Yəni belə bir TNT var. Bunu mən də bilmirəm nədir. Modla gəlib, yəqin ki patladı bilirik. Sandıq var. Bu deyəsən hərəkət edə bilən sandıqdır. Yəni belə bir sandıq var. Hə, gördüyünüz kimi hərəkət edən sandıqdır. Yəni içinə qoyun, gəzin. Məncə sizi takip eləməlidir. 100 da var əlində belə. 5 var. 5'ini yəni vura bilirsiniz. Yəni canlıdır. Yəni burada bilmirəm bu nədir. Ha, heykeldir. Daha bilmirəm nə heykeldir. Və bu tabletdir. Onu da göstərəcəm. Bu da kameradır. Bunu qoydunuz belə. Və burayı boş qoymayın. Adını məsələn 1 qoyuram mən. 1 göndər. Buna da 2. Göndər və tabletə giririk. Tabletə də nə giririk? Ekrana basılı tutanda özü girir. Nev kamera. Gördüyünüz kimi. Bu bir. Özümüzü də görə bilirik və buradan kontrol edə bilirik özümüzü. Gördüyünüz kimi. Yəni 360 dərəcə dönə bilirəm. Və belə gördüyünüz kimi. Və çıxmaq üçün də stop. Dadır. Ha, kamera kayıtlarını da silə bilirik deyəsən. Ancaq kamera listi. Məsələn kamera 1. Delete. Yes. Ha, kamera kayıtları silindi. Bunu da belə qıra bilirsiniz. Yəni bütün modları verəcəm sizə 50 abunə olduqda. Burada belə bir asalarımız var. Nəm çox işləyir, çox işləmir. Belə bir Cold Strap adında bir asamız var. Heç bir işe yaramıyor gördüğünüz kimi. Neçə hasarı var onu da deyim. Bir saldırı hasarı var. Ondan sonra bu qılıncımız. Gördüğünüz basılı saxlayırsınız sizi uçurur. Yəni bu qılıncı da deyim nədir? Mənim orijinal kanalıma, bu kanalıma baxanlar bilir. Orada bir Bobby editi var. Bobby arkana bax. Deyir Borolo. Həmin orada da bu qılıncı istifadə edərək uçur. Bu da heç bir işe yaramıyor. Yarayır. Belə basılı saxlayırsınız, vurur. Gördüğünüz kimi neçə saldırı hasarı var. Yazılmıyor. Borolo Ender'dir adı da. Ender. Bir qaxı, böyük balta. Belə vura bilirsiniz bundan da. Bir saldırı hasarı var. Ox dəyişir belə. Bir də örs var. Bunu nətə istifadə eləyək. Bizə bir blok lazımdır. TNT'dən istifadə eləyək. İndi baxın. Belə normal yaratıqda işe yaramıyor deyəsən. Onu sizə göstərəcəm nə işe yarayır. Görün başqa nədə istifadə edə bilər. Bunda işe yarayır mı? Bobby botudur. Bu belə üstünə dəyəndə burada sandığın şeyi hələm gəlir. Bunlar burada döyüşürlər.
Yəni bu ildırım çaxı normal zombidə də işə yarayırdı deyəsən. Onu da göstərdim. Bunlar heç. Bu da Spam TV'dir. Sen belə qoya bilirsiniz. Buna sen belə nədə istifadə edə bilərsiniz daha elə deyim. Tamam, belə staff kağıdında şeyimiz var. Mesela yüzüstü görünümde göstərin. Heç bir özelliği yoktur. Bu da belə bir qılıncımız var. Işınlanma qılıcıdır. Yəni bu modun özündə gəlir, onu deyə bilərəm. Yəni bildiyiniz kimi Borola'da Talis 1545 adında 1545 tane qardaşı var idi. Bu da onun asası. Yəni dondura bilir, işə yarayabilir. Bir də nədir? Sandıq niyə açılır? Bunlar da sandıqdır. Yəni bununla belə dondura bilirsiniz. Yüzos üstündə yoxlaya bilərik yəqin ki. Gördüyünüz kimi dondu. İndi bu tərpənəməyəcək. Yerindən hərəkət edəmir. Əllərini falan oynada bilir. Ice kristal adında kristalımız var. Belə tutursunuz, hasar verir. Hansısa bir yaratığın sizə basılı saxlayırsa hasar verir. Modla gələn bir ələm şeylər var. Heç çoxunu da bilmirəm nə işə yarayır. Amma bunu bilirəm məsələn. Yıldırım çaxır. Belə bir şey. Stokramentor var, belə bir şey. Yəni bununla da dondura bilirsiniz. Ondan sonra nə var? Flash var. Gördüyünüz kimi özümü kör edirəm. Yəni yaratıqlarda böyük yetişə eləyir. Məsələn bunun yanında eləyirəm. Gördüyünüz kimi qara effekt də çıxır. Belə bir şey çıxır, bunu bilmirəm nədir. Mortis staff. Kevin 1545 qılıncı. Bilmirəm bunlar da nədir. Ne oldu onu vallahi mən də bilmirəm. Kevin 1545 heykəli. Magma. Flash almışdıq bu və bu. Bunları da yuxarıya qoyaq. Zoglin çağırır. Yəni bu sandıqdır. Sandıq kimi istifadə olunur. Yəni bu da şərəfsiz kodman. Torpaq TRMC. Yəni gördüyünüz kimi bunu belə vura bilirsiniz. Bu da Spam Ice'dır. Spam bu. Yəni belə bir şeydir. Gördüyünüz kimi mənim məsələn mod xoşuma gəldi. Belə bir iksirlərimiz falan da var. Onları da göstərə bilərəm. Bunlardan biri bunun vaxtını bəlkə güncəllədim daha uzun olmaq üçün. Sadəcə qısadır, onu güncəlləmək lazımdır və güncəlləyib yəqin ki vaxtını uzadaram videodan sonra. Gördüyünüz kimi itirəm, ekranla bir qəlbim olur, bu da heç nə boş şeydir. Bugünlük bu qədər. Sağ olun, salamat qalın və kanalıma abunə olun, like atın. 50 abunədə bunların hamısını göstərəcəm. Moduna yüklənir, nə varıq. Yəni belə Borola videosu çəkməyə yarayar da, ikinci bir Borola kimi. Bununla nə işə yaradığını bilmirəm, ancaq nə işə yarayır. Neysə, bugünlük bu qədər.
Evdə gördüyünüz kimi mahzenə qədər var. Sağ olun, salamat qalın. Hələlik.